Salam aleyküm. Bugün fevralın 6-sı həftənin 3-cü günüdür. Aynəsdə baş xəbər vaxtıdır. Əhmədnecad İran prezidenti olaraq 32 il sonra getdiyi Qahirədə xoşagəlməz hadisə ilə qarşılaşıb, Suriyalı gənc ayaqqabısını soyunaraq İran prezidentinə atıb. Əhmədnecad hədəfdən yayınsa da ayaqqabı mühafizəçiyə dəyib. Fəaliyyətinə görə məmur və deputatlar cinayət cəlb olunması ilə bağlı layihə Milli Məclisdə niyə qəbul olunmadı? Vəzifəli şəxslərin adına açılan saxta profillər hansı təhlükələr yarada bilər? İnformasiya cəmiyyətindəki boşluğu mütəxəssislərlə müzakirə edəcəyik. Son 2 gündə Azərbaycan ordusunun 2 hərbiçisinin şəhid olması, digərlərinin yaralanmasından sonra Müdafiə Nazirliyi cəbhə xəttində gərginliyin davam etməsi barədə açıqlama verib. Mətbuat xidmətinin məlumatına görə Ermənistan Silahlı Qüvvələri Milli Ordumuzun Qazax, Ağdam, Tərtər, Goranboy və Xocavənddəki mövqelərini və yaşayış məntəqələrini atəşə tutub. Qarşı tərəf cavab atəşli susturulub. Ötən gün Xocavənd istiqamətində şəhid olan hərbiçilərdən biri Sənan Əlizadə bugün torbağa tapşırılıb. Şəhid Azərbaycan bayrağına bükülərək qulluq etdiyi hərbi hissənin əskər və zabit heyətinin müşahidə ilə son mənzilə yola salınıb. Şəhid olan zabit Əskərov Tural Nadiroğlu da bugün doğulduğu Zaqatalada ana torpağa tapşırılıb. Allah rəhmət eləsin. Fevralın 8-i Azərbaycanın ilk milli telekommunikasiya peyki olan Azərspace bir orbitə buraxılacaq. ANS eksklüziv müsahibəsində Rabitə və İnformasiya Texnologiyaları Naziri Əli Abbasov bildirib ki, peykin buraxılması üçün son hazırlıqlar artıq başa çatıb. Azərbaycanın 230 milyon dollarlıq bu peyk layihəsi 17 milyon dollara sığortalanıb və onun orbitdə sığortalanma müddəti isə 15 ildir. Onu da deyək ki, Azərbaycanın orbitə göndərdiyi peykin imkanlarının yalnız 20% ölkənin öz ehtiyacları üçün istifadə olunacaq. Qalan 80% isə dünya bazarına çıxarılacaq. Bugün Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsində Azərbaycanda bizneslə məşğul olan deputat və məmurların cinayət məsuliyyətinə cəlb olunmasına dair qanun layihəsi müzakirəyə çıxarılmışdı. Layihəyə əsasən bizneslə məşğul olan deputata və məmurların biznes fəaliyyətindən əldə etdiyi gəlirin müsadirə olunması ilə yanaşı azadlıqdan 2 ilə qədər məhdudlaşdırılması nəzərdə tutulub. Lakin sənəd əksər komitə üzvləri tərəfindən dəstəklənməyib və layihə qəbul olunmayıb. Baş xəbərdə müzakirə edəcəyimiz əsas mövzu isə cəmiyyətin bir parçasına çevrilmiş sosial şəbəkələr barədədir. Sosial şəbəkələrin tətbiqi ilə məşğul olan Social Backers şirkətinin hesablamalarına görə Azərbaycanda Facebook istifadəçilərinin sayı 1 milyonu keçib. Onlar arasında yaşı 6-dan 100-ə dək olan bir çox vətəndaşlarımız var. Statistika göstərir ki, bizdə bu şəbəkədən istifadə edənlərin 64% kişilər, qalan 34% isə qadınlardır. İstifadəçiləri yaşa görə ayıranda isə daha maraqlı faktlarla qarşılaşırıq. Deməli, məlum olub ki, 6-7 yaş arasında olan istifadəçilər 10%, 13-15 yaş arasında olanlar 8,7%'dir. 18-24 yaş arasında olanlar isə bir də göstərəndə 18-24 yaş arasında olanlar isə 23%'dir. 35-44 yaş arasında olanlar 8,5%, 45-54 yaş arasında olanlar 7,6%, 55-64 yaş arasında olanlar 2,2%, 65-100 yaş arasında olan insanlarımız isə 4%'lər ki, bu kateqoriyanı əhatə edirlər. Amma sosial şəbəkələrdən məlumatlarımız bununla bitmir. İndi biz sizə növbəti bir izləməni göstərəcəyik. Həmin agentliyin apardığı araşdırmalara görə dünyada Azərbaycanlıların, yəni Azərbaycanda istifadə olunan Facebook istifadəçilərinin ən çox izlədiyi 5'lik məlum olub. Bunlardan birincisi Prezident İlham Əliyevin səhifəsidir. İkinci, Azərbaycan Respublikasına xidmət edirəm yaradılan və Azərbaycan barədə məlumatlar yerləşdirilən səhifə. Digəri də Azərbaycanla bağlı olan bir səhifədir. Dördüncü yerdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın səhifəsi tutur. Beşinci yerdə isə Türkiyənin baş naziri Recep Tayyip Erdoğan. Sosial şəbəkələrdən istifadə edənlər təkcə yaşına görə deyil, həm də sosial durumlarına görə fərqli insanlardılar. Sadə vətəndaşı da var, dövlət rəsmisi də. Amma Daxili İşlər Nazirliyinin açıqladığı məlumatdan belə aydın olub ki, Nazir Ramil Usubovun adından yaradılan səhifə saxta imiş. Sonra isə daha bir neçə məmurun adından saxta profillərin olduğu aşkarlandı. Gəlin əvvəlcə reportaja baxaq, sonra məsələni daha geniş müzakirə edərik.
Son statistik məlumatlara görə Azərbaycanda 1 milyon Facebook istifadəçisi qeydiyyatdan keçib. İstifadəçilər arasında sadə vətəndaşlarla yanaşı tanınmış şəxslər də var. Amma bu profillərdən bəziləri saxtadır. İş o yerə çatıb ki, hətta dövlət qurumlarının rəhbərləri, o cümlədən nazirlərin adına belə saxta profillər yaradılır. Bunların sırasında Prezident Administrasiyasının İctimai Siyasi Şöbəsinin müdiri Əli Həsənovun da adı var. Əli Həsənov mətbuata açıqlamasında həmin profilin ona məxsus olmadığını bildirib. Facebook sosial şəbəkəsində adına profil yaradılan şəxslərdən biri də Azərbaycanın Daxili İşlər Naziri Ramil Usubovdur. Nazirliyin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov Facebook sosial şəbəkəsində Daxili İşlər Nazirinin adına 2 profilin yaradıldığını və müxtəlif məzmunlu məlumatların yerləşdirdiyi bu profillərin saxta olduğunu bildirib. Qeyd edək ki, sosial şəbəkələrdə profillərin saxta olub-olmamasını yoxlayan mexanizmin olmaması bu kimi dələduzluq etmək istəyənlərin işini asanlaşdırır. Onların istəklərinə asan nail olmasına şərait yaradır. İnformasiya texnologiyaları üzrə mütəxəssislər isə sosial şəbəkələrdə yaradılmış saxta profillərlə mübarizə aparmağın müəyyən üsulların olduğunu deyirlər. İkinci odur ki, bu sosial şəbəkənin rəhbərliyinə müraciət etmək. İkinci odur ki, bununla bağlı aidiyyatlı qurumlara müraciət etmək. Yəni məhkəməyə və deyək ki, Azərbaycan təcrübəsində Milli Təhlükəsizlik Nazirliyinə. Üçüncü ondan ibarətdir ki, biz gələk ki, bu adamlar elə vaxtında özlərinin hesablarını yaratsınlar da. Artıq dünyanın bir sıra ölkələrində üçüncü variant geniş yayılmağa başlayıb. Belə ki, adına profil yaratmış məmurlar və siyasətçilər öz şəxsi Facebook və Twitter hesablarından aktiv istifadə edirlər. Beləliklə, yüksək çinli məmurlar və tanınmış şəxslərlə ünsiyyətin asanlaşması onları saxta profillərdən də sığortalamış olur. Qeyd edək ki, saxta profil problemindən əziyyət çəkən yalnız Azərbaycan rəsmləri deyil. Bir müddət əvvəl Amerikanın prezidenti Barack Obama, Rusiyanın baş naziri Dmitri Medvedev və bir sıra dünya liderlərinin də adına saxta profillərin yaradıldığı haqda məlumatlar yayılmışdı. İndi sizdə sual yarana bilər ki, saxta profilə diqqət çəkməyə nə ehtiyac var? Buna cavab olaraq isə deyərdik ki, sosial şəbəkələrə dırnaq arası yanaşmaq düzgün olmaz. İstifadəçisinin sayı 1 milyonu keçibsə, deməli burada informasiya təhlükəsizliyinə də diqqət çəkmək lazımdır. Məsələn, unutmayaq ki, dünyanın bəzi ölkələrində hadisələrin əsas idarə olunduğu məkan məhz sosial şəbəkələr olmuşdu. Elə son dönəmlər ölkədə baş verən bəzi hadisələrin də tez bir zamanda ölkəyə və dünyaya çatdırılmasında əsas rollardan birinin də məhz sosial şəbəkələr oynamışdı. Bu həm də ondan xəbər verir ki, Azərbaycanda internet azaddır. Lakin bu azadlıqdan biz nə dərəcədə faydalana bilirik, yaxud da dövlətə nə dərəcədə ziyan vurula bilər? Bu suallara cavabı bugün axtarmağa çalışacağam. Baş xəbərin qonaqları İnformasiya Texnologiyaları üzrə mütəxəssisimiz Cahid İsmailoğlu və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya Cəmiyyətinin İnkişafı Şöbəsinin müdiri İsfəndiyar Əliyevdir. Hər ikinizə xoş gəlmişsiniz deyirəm. Cahid bəy, sizə birbaşa keçək, mətləbə daha doğrusu istəyərdim. Saxta profillər, xüsusən də dövlət rəsmilərinin adından yaradılan bu profillər hansı təhlükələrə səbəb ola bilər? Bilirsiniz, sosial şəbəkələr bu dəqiqə elə bir gücə malikdir ki, artıq gündəmi təyin edən bir vasitəyə çevrilik. Biz bu dəqiqə izləsək görərik ki, Azərbaycanda son hadisələri görərik ki, artıq sosial şəbəkələrdə baş vermiş hər hansı bir proses bütün ölkənin bir vahid gündəminə çevrilir. Və bunu da nəzərə alaraq, eyni zamanda sosial şəbəkələrin istifadəçisinin artıq Azərbaycan üzrə 1 milyon olmağını nəzərə alaraq, bayaq statistikada siz sadaladınız, gördük ki, orada sosial şəbəkələrdən istifadə edənlərin böyük bir qisminin gənclər olduğunu nəzərə alaraq, bütün bunları toplasaq, biz düşünməliyik ki, tək biz yox, yüksək çinli dövlət məmurları olsun, siyasətçilər olsun, adi vətəndaşlar olsun, artıq bu sosial şəbəkələrin nə qədər ciddi bir şey olduğunu dərk eləməlidirlər və buna uyğun fəaliyyət göstərməlidirlər. Bayaq qeyd etdiniz ki, saxta profillər yaranıb, yayılır. Bunun ən başlıca səbəbi ondan ibarətdir ki, həmən o dövlət məmuru, həmən o siyasətçi sosial şəbəkələrdə varlığı yoxdur və varlığının yox olmağından istifadə edən bəzi şəxslər artıq təbii ki, saxta profillər açacaq və fəaliyyət göstərəcək. Onlar haqqında məlumatlar, yanlış məlumatlar yayacaqlar. Bu təbii prosesdir. Söndər bəy, siz necə düşünürsünüz? Əslində cəmiyyətin, yəni informasiya cəmiyyətindəki bu boşluq nəyin göstəricisidir? Əslində
bu təbii inkişafın, yəni informasiya kommunikasiya texnologiyasının təbii inkişafın bir təzahürü kimi meydana gəlir. Yəni bu gün biz istəsək də, istəməsək də sosial şəbəkələr bizim həyatımıza daxil olur və belə də bundan getmir. Sadəcə bundan məqsədli istifadə etmək daha uyğun olar. Çünki bu geniş bir platformadır. Burada qeyd olundu, tək Azərbaycanda 1 milyon çox sosial şəbəkədə, tək Facebookda 1 milyondan çox sosial fəaliyyət göstərən insanlarımız var. Özdə bunların böyük bir əksəriyyət gənclərdir. Gəlin bugün sosial şəbəkələrə diqqət etdikdə saxta profillərlə yanaşı ancaq çoxlu sayda Azərbaycan gəncləri var ki, bununla Azərbaycan həqiqətlərini dünya çatdırmasında sosial şəbəkələrdən aktiv iştirak edirlər. Azərbaycana, Ermənistanla bilirsiniz, bizim müharibə şəraitində olduğumuz bir dövrdə Azərbaycana qarşı olan bütün bu virtual aləmdə olan hücumların qarşısını alması məhz bu gənclərin hesabına bugün baş verir. Əgər ümumiyyətlə biz Facebookun özünün statistikasına görə təxminən 9%, 1 milyarddan çox istifadəsinin 9%-i saxta profillər, saxta hesablar dünyada hesab sayılır və bunların da sayı durmadan artır. Çünki əgər orada bir boşluq yaranırsa, həmən digərləri pis məqsədlərlə, digər məqsədlərlə girərək həmin boşluğa doldurmağa çalışır. Yəni, indi dünyada da var. Azərbaycandakı boşluğu nədədir? Onu da qeyd edim ki, hal-hazırda Facebook artıq yeni bir xidmət təklif edir ki, artıq tanınmış insanların, bu cür məsəl üçün cəmiyyətdə tanınmış insanların birmənalı Facebook şəbəkələrə tanınması üçün xüsusi xidmət və onların birmənalı tanınması üçün, yəni şəxsiyyətin birmənalı tanınması üçün xüsusi servislər yaradır ki, həmin insanlar artıq özlərini tanıda bilsinlər, doğrudan da çıxış edən zaman və onun adından yayılan zaman doğrudan da həmin adamın aid olduğu informasiya olduğu bilinsin. Yəni bunun üçün artıq Facebook özü də belə bir addımları atmağa başlamışdır. Azərbaycanda burada qeyd olundu. Yəni hər kəs artıq sosial şəbəkədə fəaliyyət göstərirlər. Burada sosial şəbəkəyə daxil olan qeydiyyata düşən bir çox məsələlər var ki, Facebookun özünün istifadəsi qaydaları var, təhlükəsiz qaydaları var. Hər birimiz profilimizi açarsa mütləq onlarla tanış olur. Yəni biz istər-istəməz də biz onunla tanış olmağa məcbur edirlər. Halbuki biz onlarla çox heç tanış olmuruq. Bir klik eləyərək razılığın bir. Amma açıb oxuyansan görürsən ki, hər bir vətəndaş ora məsuliyyət qoyulur. Başqasının adından istifadə etmək olmaz. Başqasının həmin yeri təhqir etmək olmaz. Ziyanlı kontentləri yerləşdirmək olmaz. Başqa pis niyyətli çağırışlar yox. Və çoxlu sayda bunlar məsuliyyət qoyur ki, hər bir vətəndaş da ora girərkən bu məsuliyyətləri dərk etməli və bilməli ki, etdiyi hər bir addımla qarşı da müəyyən məsuliyyət daşıyır bu insan. Cahit bəy, artıq yəni bu şəbəkədə bir təhlükənin olduğunu hər kəs bilir. Yəni informasiya, hansısa bir informasiya yayılırsa, bu özü təhlükədən xəbər verir. Necə qorunmaq olar? Məsəl üçün, dövlət rəsmləri adından, nazirlərin adından əgər saxta profillər açılırsa, orada bir məlumat yerləşdirilə bilərsə dövlətin əleyhinə, bax, həmin nazirlik bu xəbərdən necə qorunmalıdır? Ümumiyyətlə, biz nəyə görə deyirik ki, saxta profillər açılmağı bizim üçün hansı təhlükəni törədir? Sabah hər hansı bir şəxsin, hər hansı bir nazirin, dövlət məmurunun saxta profilinə elə bir informasiya yayıla bilər ki, bu böyük səs-küyə səbəb olar, böyük bir ajitaja səbəb olar. Biz ona görə deyirik ki, bu profillər real şəkildə həyata keçirilməlidir. Hər bir dövlət məmuru özünə profil seçib. Bilirsiniz, vahid bir real profil olmayanda təbii ki, bir hafta qeyd elədim ki, onun saxtaları yaranacaq. Bu saxtalarında olan informasiyalar, dezinformasiyalar bu dəqiqə istənilən qədər bizim cəmiyyətdə yayılır. İstənilən qədər mətbuat orqanları ciddi informasiya kimi o həmən informasiyalara istinad verib götürürlər. Daxili İşlər Nazirliyi rəsmən açıqlama elədi ki, Nazir Ramil Yusubovun adından 2 dənə saxta profil açılıb. Və mən bu günləri maraq üçün həmin səhifələrə girdim, baxdım və kifayət qədər son hadisələrlə bağlı məlumatlar yerləşdirilmişdir. Amma bilinirdi ki, bu rəsmi məlumat deyildi. Amma bunu hər kəs də hiss etmir axı rəsmi olmadığına. Məsələn, hansısa bir rayonlarda bunu baxab, oxuya bilən insanlar ola bilər. Necə etməlidirlər, necə qorunmalıdırlar? Bunun ümumiyyətlə texniki olaraq tənzimlənməsi mümkün deyil. Çünki texniki olaraq heç bir qadağa qoymaq olmaz ki, sosial şəbəkələrdə ən çox yayılmış Facebookda hansı adla, hansı profilin açması bu mümkün deyil. Bunun bir dənə vahid qaydası var ki, əgər Nazir Ramil Yusubovun adına rəsmi Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə mən məsləhət görürəm ki, rəsmi şəkildə nazirin adına bir sosial şəbəkələrdə, Facebookda bir profil açsınlar. Orada daim müntəzəm real həqiqətləri, əksiliyyətləri, informasiyalar yaysınlar. Real bir istinad mənbəyi olandan sonra inansız həmən o saxta profillər yavaş-yavaş sıradan çıxacaq. Hansı ki, artıq bu Amerika Birləşmiş Ştatları prezidenti Barack Obama'nın adından
adından açılmışdı. İstənilən siyasətçinin hal-hazırda da Gülün adından açılmışdı və onlar bunun qarşısını bu sosial şəbəkələrdə aktiv olmaqla gəlin axtarış sistemində Rəcəb Tayyib Ərdoğan yazır. Siz görün, onlarla orada profillər yaranacaq. Amma onun lap birinci, lap başda dayananı, hansı ki bunun səhifənin üzvü olanların sayı da istənilən qədər o biri profillərdən, saxtalardan çoxdur. Ümumiyyətlə, baxdıqda bilmək olur saxta profil hansıdır, real profil hansıdır. Bu real profil olmayanda istənilən qədər saxta profillər meydana gələcək və insanlar arasında, eləcə də mütəxəssislər arasında çaşbaşlıq yaranacaq ki, bu həqiqətənmi bu, bəlkə doğrudanmı bu nazirin öz profilidir? Yəni, real profil mütləq olmalıdır. İsfəndiyar bəy, siz daha doğrusu dövlət qurumusuz, Rabitə Nazirliyinin təmsilçisiniz və bu sahəyə nəzarət edən kəslərdən birisiniz. Nə qədər təhlükə var bax, bu cür saxta profillərdən ölkəyə? Doğrudan da bu ümumiyyətlə tək elə saxta profillər ümumiyyətlə informasiya təhlükəsizliyi yaratdığı problemlər bu gün çox ciddi problemlərdir. Yəni bu hər bir ölkə üçün aiddir. Hətta onu deyək ki, Amerika kimi inkişaf etmiş ölkələr də nəzərə tutsaq, yəni bu informasiya təhlükəsizliyi bir nömrəli problemə çevrilmişdir. Burada əlbəttə ki, vətəndaşlarımızın birinci maarifləndirilməsi çox vacibdir. Çünki baxın, bu gün sosial şəbəkələr təkcə elə belə saxta profillər yaratmaqla deyil, bu gün dünya şirkətlərinin 85% öz işçilərini sosial şəbəkələrdə tapırlar, vakansiyalara görə tapırlar. Bu gün milyardlarla dollarla biznes qurulur bu sosial şəbəkələr üzərində. Burada nə qədər imkanlar var ki, dostlar, tanışlar tapılsın, əlaqələr qurulsun, inkişaf etsin, bir işlər alsın, müasir cəmiyyət yaratsın. Ancaq biz yalnız bunun bu tərəfindən niyəsə az istifadə edirik, yalnız bu daha çox bu qeyri-sağlam tərəfini düşünürük. Yəni, bayaq dedim, biz bundan istifadə edirik, necə biz Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqda biz istifadə edirik. Demokratiya inkişafında mühüm rol oynaya bilər. Yəni, çox şeylərdə bu müsbət addımlar var. Və bu saxta profillər sadəcə burada qeyd olundu ki, saxta profillər, yəni adi profillər yaradılmalı və inkişaf etdirilməlidir ki, saxta profillər onlara qarşı mübarizədə sıradan çıxsa udursunlar. Çünki nə qədər bu təbii burada bir rəqabət yaranır da sanki. Yəni ki, artıq... Mən inanmıram ki, burada məsəl üçün bu uzun müddətli bir prosesdir. Yəni ki, kimsə bir dəfə məsələn, heç bilmərəkdən bir məsuliyyəti dərk etmədən, heç bir məsuliyyəti dərk etmədən belə bir saxta profil yaradır, lazım olmayan ölkə əleyhinə və ya başqa bir çağırışla informasiya verirsə, bu başa düşməli ki, ciddi bir məsuliyyətin altına girib, ciddi bir cinayət əməlli işlər də addım atmış olur bu insan. Əslində, vətəndaş bilməlidir, yəni bu saxtakarlığa getməyin əslində böyük bir cinayətin addımlarını atır. İsfəndiyar bəy, nə qədər də Azərbaycanda dövlət rəsmilərinin şəbəkədə iştirakı, yəni sosial şəbəkələrdə onlar nə dərəcədə istifadə edirlər? Belə deyək, son illərdə bir neçə ildə artıq bu ayrı-ayrı dövlət qurumları, həm nazirliklərin özləri, həm ayrı-ayrı belə deyək ki, ictimai xadimlərimiz, Cənab Prezidentin özünü bilirsiniz ki, Facebookda, Twitterdə özlərinin blokları və daim olaraq aktiv iştirak edirlər. Ayrı-ayrı nazirliklərin yenidən profillər yazacaq. Bunlar geniş təmsil olunmalıdır və bilin ki, bu gün yenə deyirəm, bəzi xidmətlər, elektron xidmətlər, bir növün elektron şəbəkələr vasitəsilə tərkib hissəsi gələcəkdə xidmətlərin təqdim olunmasının bir platformasında məhz sosial şəbəkələr olacaqdır. Bəs ola bilərmi ki, məsələn, bəzən elə dövlət qurumları var ki, komitələr var ki, onların rəhbərləri bəlkə yaşına görə bu şəbəkədən istifadə etmək istəmirlər. Bu varmı? Yaşa görə yenə deyirəm, burada yaşdan daha çox bu maarifləndirmə, bunun üstünlüklərini cəmiyyətə çatdırmaq, bu yol daha bizə məqbul sayılır. Yəni ki, biz nə qədər insanlarımızı, gənclərimizi maarifləndirsə, bunların xeyirli tərəfini, müsbət tərəfini göstərsə, vətəndaşlar mən inanıram ki, bizim gənclərimiz də həmin yolla daha çox gedəcəklər ki, başqa profillər yaratmaqla. Elə yeri gəlmişkən burada xatırladım ki, bəzən elə olur ki, sosial şəbəkələrdə bəzi istifadəçilər tanınmış siyasətçilərin və məşhurların adından istifadə etməklə müxtəlif videolarda yerləşdirirlər. Bu yaxınlarda Rusiya Federasiyası hökuməti sədrinin muavini Dmitri Rogozinin adı ilə yerləşdirilən 1 saat 17 dəqiqəlik film daha çox səs-küyə səbəb oldu. Filmdə Rusiyanın Liviya məsələlərinə qarışmasının səhv yox, ölkəyə düşünülmüş xəyanət olduğundan söhbət gedirdi. Liviya müharibəsini, ümumiyyətlə dünyada gedən siyasi çəkişmələri, müharibələri şahmat oyununa bənzədildiyi filmin Dmitri Rogozinin hesabından yerləşdirilməsi daha çox marağa və səs-küyə səbəb olmuşdu. Videoda Dmitri Rogozinin Dmitri Medvedyevi
dövlətə xəyanətdə günahlandırması da var idi. Bunu görənlərdə Raqozinin başına hava gəlməsi və ya Medvedevin tezliklə hakimiyyətdən gedəcəyi fikri yaranmışdı. Amma bundan sonra Dmitri Raqozin öz Twitter səhifəsinə bu hesabın ona məxsus olmadığını deməklə sadəcə kimliyi məlum olmayan birisinin onun adından istifadə etdiyini demişdi. Cahid bəy, sosial şəbəkələrdən təkcə biz bu cür xəbərlər üçün istifadə etmirik. Ümumiyyətlə, buradakı mənzərəni necə təsvir edərdiniz? Biz bayaq indi bir yaxdan burada danışırıq saxta profillərdən. Biraz dərinə geçsək, bu saxta profillərin arxasında mən deyərdim ki, siyasi məqsədlər dayanır ölkəmizdə. İndi dünyada analiz eləsək, müəyyən məqsədlər ortaya çıxar, amma sırf Azərbaycanda saxta profillərin fəaliyyəti, saxta profillərin çoxalmasının arxasında siyasi məqsədlər dayanır. Müəyyən siyasi qüvvələr var ki, bunlarda fəaliyyət göstərən həmən o qüvvələrdəki fəal gənclər, mən deyərdim ki, onların hətta 10-dan çox, 20-dən çox profilləri sosial şəbəkələrdə, Facebooklarda saxta profilləri mövcuddur. Bunlar bu vasitə ilə öz sosial bazasını süni şəkildə şişirtməyə çalışırlar. Bir yaxdan burada deyirik, bu saxta profillərin yaranmasının əsas səbəbi nədir? Mən deyərdim ki, ən əsas səbəblərindən biri həmən budur ki, bu siyasi qüvvələr saxta profillərin açmaqla, burada fəaliyyət göstərməklə öz cılız fəaliyyətlərini bir növ burada şişirtməyə çalışırlar. Mən deyərdim ki, buna da dırnaq arası nail olurlar. Cəmiyyətdə hardasa özlərini yeni bir lider kimi göstərməyə çalışırlar. Yəni lider kimi göstərməyə çalışırlar, öz fanlarını, öz sevənlərinin sayını orada şişirdib 10 minlərlə göstərirlər. Hətta texniki proqramlar da mövcuddur ki, o proqramlar vasitəsilə hər hansı tanınmamış bir şəxsin sosial şəbəkələrdə bəyənənlərin hesabını 100 minə qədər gətirib çıxartmaq olar. Siz düşünün. Bilirəm, hər hansı bir qəhrəmanın adından açırlar, oranı bəyənirsə bəzi, sonra isə onun adını dəyişib özlərinə məxsus məqamlar da var. Hər hansı bir qəhrəman, məsələn, Mübariz İbrahimovun adından istənilən qədər profillər var və heç bir Mübariz İbrahimova, heç bir Azərbaycana dəxli olmayan informasiyalar yayılır orada. Siyasi məqsədlər üçün istifadə edirlər bundan. Mübariz İbrahimovun nə qədər fan, nə qədər insan cəlb eləməyindən istifadə edərək onu açırlar, insanları cəmləşdirirlər, toplayırlar və başlayırlar artıq öz məqsədləri üçün, öz şəxsi informasiyaları yaymaq üçün istifadə edirlər. İsfəndiyar bəy, mümkündürmü ki, saxta profilləri açanlar müəyyənləşdirsinlər? Texniki cəhətdən mümkündür, bəli. Və hər bir vətəndaş da bilməlidir ki, yəni, yeni deyirəm, istənilən sosial şəbəkəyə daxil olarkən, oradan istifadə edərkən, onlardan profildə açarkən müəyyən məsuliyyəti öz boynuna götürür və ona cavabdehlik daşıyır və buna görə də belə bir texniki cəhətdən bu mümkündür ki, o tapılsın. Bəs bundan sonra, yəni bu sahədə hansısa bir irəliləş gözlənilirmi? Facebook nələr təklif edir? Daha doğrusu sosial şəbəkələri quranlar yeni bir nələrsə təklif edirlərmi ki, yəni bu saxtakarlıqdan yayılmaq? Dünyada belə bir təcrübə var ki, mobil operatorlar ilə, telefon rabitəsi ilə sosial şəbəkələrdə profillərini bir növ əlaqələndirirlər. Yəni mən sosial şəbəkədə Facebookda bir hesab açmaq üçün mütləq mobil nömrəm olmalıdır. Təbii ki, mobil nömrə ilə əlaqələndirən bir profildə saxta ola bilməz. Çünki mobil nömrə birlikdə gedib almaq indi asan deyil. Şəxsiyyət vəsiqəsi tələb olunur, hüquqi məsələlər tələb olunur. Mən hesab edirəm ki, ən çox yayılmış, qeyd elədik, 1 milyondan çox üzvü olan bir sosial şəbəkə olan Facebookun tam real nəzarətə götürülməsi üçün, burada saxta profillərin qarşısını almaq üçün mütləq ora operatorlar vasitəsilə, mobil operatorlar vasitəsilə bir növ qeydiyyatdan keçəndə telefon nömrəsi, mobil operator üzvü olmaq tələb olunmalıdır. Bu halda mən deyərdim ki, bu saxta profillərin qarşısını almaq texniki olaraq mümkün olacaq. Ölkədə bu sahəni konkret nəzarətdə saxlayan qurum varmı? Sosial şəbəkələr sahəsini? Yox, sosial şəbəkələr burada internet mühitdir, azad mühitdir. Yəni burada bildiyiniz ki, bizdə internet azaddır. Burada heç bir nəzarət və nəzarət tənzimlənmə prosesləri getmir. Ancaq yeni deyək, hər bir vətəndaşda, gənclər də bilməlidirlər ki, burada da özün qayda qanunları var. Onlara tabi olmalıdır və özlərindən bundan daha çox müsbət tərəfindən istifadə etmək lazımdır. Təşəkkür edirəm hər ikinizə.
xatırladım ki, Baş Xəbərin qonaqları informasiya texnologiyaları üzrə mütəxəssis Cahid İsmailoğlu və Rabitə və İnformasiya Texnologiyaları Nazirinin İnformasiya Cəmiyyətinin İnkişafı Şöbəsi müdiri İsfəndiyar Əliyev idi. Facebook yeni bir virtual dünyadır. Kimisi buradan sözünü, kimisi isə ikinini bildirmək üçün istifadə edir. Çalışıb bu dünyadan müsbət istiqamətdə faydalanmaq lazımdır. Necə deyərlər, burada da nəzarəti əldən vermək olmaz. Sabah görüşmək ümidi ilə salamat qalın. Baş sponsor Baksel.